pensiyamı, bu oğru hakimiyyət 8 il pensiyamı oğruyub. İşləmək hüququmu gəmirib. Gəmirici hakimiyyət. Bütün haqlarımı, bütün hüquqlarımı gəmirib. Özləri mış kimi yeyirlər, mış kimi oğruyurlar, aparıb bura dürtürlər, saxlayırlar. İşlər çıxanda da, pensiya çıxanda da xımır mış kimi yeyirlər. İndi mən eşək kimi işləmək istəyirəm. Ayın axırında da yaxşı maaş almaq istəyirəm. Özümə belə silikon dodaq düzəltmək istəyirəm. Hə, birinci xanım niyə var? O örnəkdir bizə. Bilmirəm, mən deyən polislər zəhərləyib. Uyanma bölmədə mən orada çox qaldım, otdum, çay, su, zad belə verdilər, may, nə bilim, yemək verdilər. Gözüm su içmək heç bu elə qaytarıram. 3 ayda 4 dəfə də balisada yatmışam, üstünə sağlıq. Bayram gözümə görünmür. Nə bayram nədir, sadı nədir? Heç nə yemirəm, narahatam. Kusuram, tərliyirəm, titrədirəm, üşüdürəm. Üstünüzə sağlıq.